Mərkəzi Gömrük Qoşulundan həkim oftalmoloqu Aynur Əliyeva. Bugün daha çox pasientlər arasında yay mövsümündə verilən suallar haqqında məlumat vermək istəyirəm. Pasientlər günəşdən qoruyən eynək seçimi zamanı çox olduğuna görə seçim qarşısında qalırlar və onları narahat edir ki, hansı rəngdə günəşdən qoruyan eynək istifadə etmək daha məqsədə uyğundur. Biz oftalmoloqlar bəzi xəstəliklər olan şəxslərə, məsələn katarakta, yarım ilvarisi olan şəxslərə, qlaukomada nəzər çəkən şəxslərə tünd yaşıl rəngli, göy rəngli şüşələrdən istifadə etməyə tövsiyə edirik. Günəşdən qoruyan eynəklər arasında üzəri gümüş suyu ilə örtülmüş, düşən işıqları geri yansıdan effekt verən eynəklər var. Polarizasiya olmuş tünd göy və qara rəngi də xatırladan eynəklər var. Bunlar daha çox güclü işıq kütləsi olan sahələrdə istifadəsi tövsiyə olunur. Dağlıq, xizək zonalarında komfortludur. Uzun yol gedən asfalt və yaxud da göllərdən işığın əksini qarşısını almaq məqsədilə istifadə məqsədə uyğundur. Bir də rəngli şüşələr var. Ultrafiolet şüalardan qoruyan spektri 365 və üstü olan bütün rəngli şüşələri istifadə etmək olar. Rənglər boz ola bilər, qəhvəyi ola bilər, yaşıl ola bilər, qırmızı ola bilər, kəhraba rəngi ola bilər. Bunları da özünün hamısı bütün rəngdə olan, istənilən rəngdə olan günəşdən qoruyan eynəklər işıq saçmalarını, biliklərin qarşısını alır. Boz rəng olan günəşdən qoruyan eynək rənglərin kontrastlığını artırır, aydınlığını artırır. Yaşıl rəngdə olan günəşdən qoruyan şüşələr biliklərin qarşısını alır və görmənin kontrastlığını artırır və görmə gərginliyini azaldır. Kəhraba rəngdə olan eynəklər kontrastlığı artırır. Sarı narıncı olan günəşdən qoruyan eynək işıqlı olan yerlərdə, məsələn tüstü, duman olan yerlərdə daha çox komfort verir. Ona görə sahənizdən asılı olaraq, peşənizdən asılı olaraq günəşdən qoruyan eynəklər seçəndə belə rənglərdə istifadə etməyi tövsiyə edirəm.